avqust ayının 27-sinə. Həmin vaxtda nə olmuşdu? Almata sazişi. Almata sazişi, mən istərdim o günü, o gecəni mən sizə danışam. Tamaşaçılara aydın olsun ki, o vaxtı nələr baş verib, hansı proseslər gedib və o proseslərin nəticəsi olaraq dördüyünə gəlib çıxılır. 1992-ci ilin avqust ayının 27-si 28-inə keçən gecə Tofiq Qasımovla Pənah Hüseynov gecə saat 3-ün yarısı idi. Gəldilər mənim yanıma və mənə dedilər ki, Pənah Hüseynov dedi ki, əbəy Tofiq Qasımov Almatadan gəlir, orada ermənilərlə atəşkəsə, müştərək post yaratmaq haqqında sazişə imza atır. Bu, o zamanlardır ki, bizim, yəni mənim korpusum, deyək, Azərbaycanın ikinci korpusu, qısa bir müddətdə, sizə deyim ki, 2 ay yarım müddətində Azərbaycanın, yəni Dağlıq Qarabağın 52%-ni ermənilərdən azad edilmiş. Xural, həbsinizdən çıxandan sonra Xural qəzetinə müsahibənizdə demişsiniz həmin vaxtı ki, siz atəşkəs imzalamasının əleyhinə olmuş. Bəli, bunlar gəldilər. Mən dedim ki, siz səhv eləyibsiniz, atəşkəsə imza atıbsınız sazişə. Dedilər, gedirik bəyin yanına, getdilər bəyin yanına. Mən Xan kəndinə getməli olan bir halda məni çıxartdılar ki, gedin koridoru bağlayın. Mən də dəhlizi, Laçın dəhlizini. Mən dedim, biz Xan kəndinə getməliyik. Biz ona hazırlaşmışıq. Yəni, həmən vaxtı bir ay yarımından qabaq keçmiş baş nazir Bağratyan öz müsahibəsində bildirib ki, Qarabağ əldən gedirdi, mən zəng elədim, qaydaraq, bizə yardım eləyin, kömək eləyin, yoxsa Dağlıq Qarabağ əldən gedir, Azərbaycanlılar götürəcək o. Летом 1992 года мы уже были в проигрыше. Русские помогли нам победить в войне. В 1992 году Вазген Манукян был министром обороны, Хосров Арутюнян – премьер-министром. Я исполнял обязанности председателя правительства. Мы старались что-то сделать, чтобы победить. Левон Тер-Петросян был президентом и руководил этими действиями. В итоге, в тот роковой момент нам удалось с помощью Кайдара, который был вице-премьером, и Деники, занимающего пост первого заместителя министра обороны, получить необходимую помощь, и фронт перевернулся с ног на голову. Вы не знали об этом? Пусть кто-то скажет, что я не прав. Если бы не Россия, мы бы потерпели поражение в войне. Rusların vasitəsilə Azərbaycandakı öz, deyək ki, adamlarının hakimiyyət, o vaxtı Elçibəy hakimiyyətinin daxilində olan Rusiyanın adamları vasitəsilə məni Xan kəndinə qoymadılar getməyə, məni qaldırdılar ki, gedin, dəhlizi bağlı. Необходимую помощь, и фронт перевернулся с ног на голову. Və dəhlizə gedib çatanda da 15 gün atəşkəsə imza atdılar. Yəni, bilirsinizmi, Azərbaycan ordusunu belə süquta uğradan siyasətçilər olub. O vaxtki iqtidarın nümayəndələri olub. Rəhbər vəzifədə olanlar edib bu. Tam hazırlıq görülüb. Biz sentyabrda Xan kəndinə və bununla da Qarabağ məsələsini qurtarmalıyıq. Mən Gəncədə idim, qonaq evində. Rəhim Qaziyev gəldi. Mənə yanıma. Dedi, qardaş, bəs Şerbaq gözləyir, gedə Şerbaqın. Dedi, mən Şerbaq kimdir? Nə Şerbaq? Şerbaq kimdir mən ona deyir? Yox, qardaş, belə bir vacib söz var, vacib plan var, nə bilim, nə var, əl çəkmədi, mən apardı Şerbaqın yanına. Şerbaq da ayaqüstə durmuşdu, xərfənin qabağında, əlində də çubuq. Rəhimə başladı ki, Rəhim, sən Şuşanı götürsən, sənin prezidentliyə yolun açılır. Mənə baxıram ki, bu nə prezidentliyi, bunlar nə danışır? Dedi, Şuşanı, koridoru bağlayırsınız, girib Şuşanı götürürsən, Rəhim. Bu o vaxtıdır, ha, Bağratyan məsələsi. Bəli. Gör, Qaydara deyir, o müdafiə naziri, nədir o? Kraçova.
Qraçov Şerbaka deyir, Şerbak da bunu bu rəhim. Mən də acıqlandım, çıxdım. Bu da yürəklə tutalımla gəldi. Dedim, bu nağıl danışır, qələt eləyir, nə Şuşa. Biz Xankəndinə gedəcəyik. Vəssalam. Biz Xankəndə olmalıyıq, Şuşanı yox. Şuşa qalmalıdır, yol qalmalıdır ki, rədd olub ermənilər çıxsınlar, axıra kimi bizlə vuruşmasınlar. Bir yerdən koridor olmalıdır. İkinci əhali, erməni əhalisi rədd olsun, geçsinlər. Biz buna qoymalıyıq, bir yol qoymalıyıq buna. Yoxsa bunların hamısını qıraq öldürək, hərbi cinayətə yol verək də, belə çıxır, deyilmi? Səhərsi gündə sudit eləsinlər, güllələsinlər bizi, qaqa məhkəməsində. Hər şeyin öz qaydası var, qanunu var, müharibənin öz qaydası var. Rəhim bildi ki, əmələ gəlməyəcək, çıxdı, getdi Bakıya. Getdi, səhərsi gün sizin bütləşdirdiyiniz Elçi bəy zəng eləyir mənə. Mən Ali Baş Komandanam. Mən əmr eləyirəm, koridoru bağlamalısınız. Laçın koridorunu. Dedim, ay bəy, bir dəqiqə, bu təxribatdır. Bəy, lazım deyil bu. Biz Xankəndinə getməliyik, ay bəy. Bizə koridor nəyimizə lazımdır? Bir yerdən heç olmasa ermənilər çıxıb rədd olub geçsinlər, yol saxlamalıyıq. Bir hökümlə mənlə danışdı. Dedim, bəy, bu təxribatdır, sizi anladırlar. Nə qədər dedim, əməli yeməli. Bəy dediyini dedi. Əliyar orada vuruldu. Nə vurulub, o da qaranlıq məsələdir. Kim vurdu? Ruslar mı vurdu? Onunla da hücum əməliyyatı pozulur o tərəfdən və nə olur? Atəşkəs. Yenə bir tərəfli atəşkəs. Sənin həmən o sevimli bəylərin atəşkəsə getdi yenə. Bunlar atəşkəs, nə bilim, vurğunudular.